Hər birinizi xoş gördüyünüzlərim. Gəlin qısa şəkildə olacaq, açılım eləyəcəyik. Bu açılım ilk öncə olaraq indiki belə deyək partnyorunuzla aranızdakı olacaq psixoloji, enerjisel və ruhani danışıqdır. Xanımlar, istədiyiniz insan partnyorunuzu təsəvvür edirsiniz, bəylər istədiyiniz xanımı partnyoru təsəvvür edirsiniz. Hər ikiniz üçün açılış olacaqdır. İlk öncə olaraq siz partnyorunuza nə söyləyirsiniz? Mən asılmış vəziyyətdəyəm. Mən hələ nələrdənsə çıxış yolunu görə bilmirəm. Özümü topikdə hiss eləyirəm və mənə hələ o qədər də yaxşı deyil. Partnyorunuz sizə nə deyir? Partnyorunuz deyir ki, mən indi elə bir situasiyalardayam ki, həyatın tam içərisində çoxlu olaylar var, çoxlu situasiyalar var. Səbirsizlənirəm, çoxlu, yəni belə deyək, hərəkət eləyərək sənə doğru gəlmək istəyirəm. Yəni çünki buradakı hərəkəti görürük və sizə doğru gələcək hərəkəti. Siz ona nə deyirsiniz? Siz isə günəş enerjisindəsiniz və buradakı balaca prins əsərindən olacaq tarotdur deyə. Belə deyək də, həmin o qızıl gülün qarşısında, dünyada oturmuş günəş işığında özünüzü pozitiv, özünüzü şən hiss edirsiniz və bunu söyləyirsiniz. Yəni bu xəbər sizi sevindirir, necə deyərlər. Partnyorunuz sizə deyir ki, dünya, mən indi özümün sərhədlərimdən çıxmağı öyrənirəm, mən genişlənməyi və böyüməyi öyrənirəm. Siz nə deyirsiniz ona? Siz isə ona deyirsiniz ki, mən sənə qarşı çox böyük bir hisslərim var, ehtirasım var, mən səni çox istəyirəm və sənlə özümü dəhşət, belə deyək də, enerjili və həyat dolu hiss edirəm. O nə deyir sizə? O isə deyir ki, mən hələ məhdudiyyətlərin içərisindəyəm, hələ nə baş verir, görmürəm, bilmirəm, bax bu cür qılınçlarla məhdudiyyətləri düşüncədə, haradakı ağınıbdır və bunlar məni, necə deyərlər, narahat edir, mən hələ sıxıntılar içərisindəyəm. Və siz ona deyirsiniz ki, ilk öncə olaraq burada yüksək qüvvələrin əli var, şəfa gedir, hər şey əslində yolundadır və çox dərin bir, necə deyərlər, münasibətdirmi, dərin bir aşamadayıqmı səndən? O sizə nə deyir? O isə sizə deyir ki, ilk öncə olaraq qılınc kraliçası kimi olmamağın lazımdır, soyuqqanlı deyil, strategik deyil. Siz nə deyirsiniz ona? Siz isə deyirsiniz ki, güllə, hər şeyi dağıta bilərəm, transformasiya verə bilərəm, yenilik gətirə bilərəm. Mənim üçün bu sərhədlərə ehtiyac yoxdur. Onun sizə söylədiyi isə altılı değnəklər. Belə deyək, ümumi diyaloqdan, ruhlarınızın arasındakı olacaq enerjidən ilk öncə olaraq hər ikinizdə olacaq sevgi göstərilir. Sadəcə olaraq qarşı tərəf partnyorunuzda hər hansı fikirlər, belə deyək, şübhələr, hələ özünü hazır hiss etmirmi və həmçinin digər tərəfdən sizə doğru gəlir. Siz isə hissinizdə daha çox əminsiniz və hiss edirsiniz ki, bu insanla siz nə qədər xoşbəxtsiniz, sizə nə qədər enerji gəlir bu insanla ünsiyyətdə olduqda və son yüksək qüvvələrin sizə olacaq məsləhəti 8-li kupa. Heç belə deyək, pis olmağa ehtiyac